Rəşad qardaş, sual belədir ki, sizin axırıncı dərsinizdən sonra Əlixan Musayev bir dənə də dərs buraxdı ki, yəni əgər şübhələndiyin bir insan varsa, yəni onlar elə bir ki, ehtiyat edib çəkinirsən, o hədsi dəlil gətirdi ki, halal da bəllidir, haram da bəllidir. Onun arasında olan şübhəli şeylər var, kim ondan çəkinərsə dinini qorumuş olar. Yəni bunu dəlil gətirmək olar və hədsiz. Bismillah, velhamdülillah, və salatu və selamu ala Rasulillah və ala alihi və sahbihi əcməin əmmə bə'd. Baxın qardaşım, biz keçən dərsimizdə də dedik ki, Əlixan Musayevin təkfir məsələsində tutduğu mənhəc Əhlüsünnənin mənhəci deyil və danışdıq orada. Onun sonuncu dərsindən sonra, bugün səhər, səhv eləmirəmsə açıb, tam yəqin başa düşmək olur ki, adam Sələf-i Salihin mənhəcində deyil, təkfir məsələsində. Açıq aydın görmək olur. Yəni, qaranlıq heç bir şey yoxdur. İnsanın dili gəlmir. Müsəlman desin. Ona görə baxırsan ki, ya məsələni bilmir, ya məsələni bilmir adam. Ya da təkfirçidir, amma nə oradan olmaq istəyir, nə də buradan olmaq istəyir. Qalıb iki daş arasında. Açıq aydın şəkildə deyə bilmir, oradan olmaq istəmir, buradan da olmaq istəmir. Bilmir neynəsin. Bu görsəndir. Kaş ki, sonuncu dərsi verməzdi. İnsanın nə qədər məsələlərdən qafil olduğu açıq aydın görsənir. Bu məsələlərdən deyirəm. Təkfir məsələlərindən nə qədər cahil, qafil olduğu açıq aydın görsənir ki, adam məsələni bilmir. Məsələni başa düşə bilmir. Bilməyib, özü-özlüyündə. Ona görə də hər dəfə dedikcə, hər dəfə səhv danışır. Məsələləri düzgün yerinə qoya bilmir. Dəlil gətirmək o demək deyil ki, məsələ qutardı. Dəlili düzgün yerində gətirmək lazımdır. İstidlal eləyəndə sən haqqını eləməlisən. Bax, məsələn, mən bir məsələ barəsində söhbət edirəm, dəlil gətirirəm. Əgər səndən qabaq olan alimlər o məsələdə o dəlili gətirməyibsə, deməli, sənin gətirdiyin dəlil batildir. Dəlil haqdır. Qurandan ola bilər, hədisdən ola bilər. Şübhəmiz yoxdur. Səhih hədisdir. Düzdür? Lakin o hədisi, yaxud ayəni düzgün məsələ üzərində istifadə etməmisən. İstidlalın batildir sənin. Qardaş, bir alim bir məsələdə bu dəlili zikr etməyibsə, qədimdən, sonra mütəaxir olan alimlər, düzdür? Məsələ üzərində dəlil zikr edilməyibsə, sən özündən çıxırsan, məsələ qaldırırsan və hədis gətirirsən. Hədisi aid edirsən bura. Nəyə əsasən, kim verib sənə ixtiyar? Sən belə başa düşürsən. Sən başa düşməyə lazım deyil bizə. Düzgün yerinə qoymamısan, səhv gəlmirsən. Bu öz yerində. İndi mən göstərəcəm ki, gətirdiyi dəlil ümumiyyətlə axırıncı dərsində təqrir etdiyi məsələ düzgün deyil, səhvdir, xətadır. Qayıtmalıdır o etiqadından, o fikrindən, o sözündən. Kaş ki, danışmazdı. İndi mən sözünü oxuyuram. Biri var, video şəklində qoyursan, onun sözü cəmaata daha aydın olsun ki, onun sözüdür. İndi biz video şəklində qoymuruq. Lazım da deyil, ehtiyac yoxdur. Mən o sözünü yazmışam bura. Nə deyir? Hərif bə hərif sözüdür. Onun üzərində danışacağım inşallah. Deyir ki,
əvvəlində biz dəfələrlə demişik ki, biz dəfələrlə qeyd etmişik ki, Azərbaycan əhalisinin çoxluğu müsəlman olduğuna görə müsəlman diyarı sayılır. Bu sözü yadda saxlayın. Bu Əlixan Musayevin sözüdür. Biz dəfələrlə demişik ki, Azərbaycan əhalisinin çoxluğu müsəlman olduğuna görə bu diyar müsəlman diyarı sayılır. Elhamdülillah. Nə gözəl sözdür. Bu söz Əlixan Musayevin sözüdür. Yadda saxlayın. Hər şey bunun üzərindədir. Bunu deyən adam diyar, Azərbaycan diyarı müsəlman diyarıdır. Bunu deyən adamın görün bundan sonraki təqrir etdiyi məsələlər hardadır? Nə baş verib? Baş sala bildim? Bunu atın bir qırağa. Əlixan Musayevin sözünü. Azərbaycan əhalisi, daha doğrusu bu diyar müsəlman diyarıdır. Bu diyar müsəlman diyarıdır. Əlixan Musayevin dilindən düşmür bu söz. Və biz sübut edəcəyik ki, bu söz sadəcə boş deyilən sözdür. Əhəmiyyəti yoxdur bunun. Önəmi yoxdur. Heç nəyə xidmət eləmir. Üzdə cəmaatı aldatmaq üçün deyilən bir sözdür. Boş mənasız bir sözdür. Çünki bu sözü deyən adamın sonradan arxasınca təqrir etdiyi məsələ onun təqrir etdiyi məsələ kimi olmamalıdır. Baş sala bildim? Dayım. O sözü deyəndən sonra görün nə deyir. İndi mən bir neçə sözünü zikr edəcəm. Deyir ki, 3-cü məqama gəlir. 3-cü məqam. 1-ci məqam aydındır. Müsəlman tanıyırsan, müsəlmandır. 2-ci məqam tanıyırsan, kafirdir. Düzdür? Qaldı neçənci? 3-cü məqam. Götür. Götür. Allah razı olsun. 3-cü məqam gəlir. Diqqət edirsiniz. Tanımırsan və adamın haqqında şübhə edirsən. Fikir verin. Sözlərə fikir verin. Tanıyırsan kafirdir, tanıyırsan müsəlmandır. 2 getdi. 3-cü məqam. Tanımırsan. Çıxdın bayıra, tanımırsan. Və adamın haqqında şübhə edirsən. Zənn edirsən ki, bu adam müsəlman diyarında yaşamış olsa da qeyri-müsəlman ola bilər. Sözə fikir verin. Amma tanımıram. Əlimdə yəqin dəlil yoxdur ki, bu qeyri-müsəlmandır. Burada söhbət necə deyirlər, böyüyür. Tanımırsan və zənn edirsən, şübhə edirsən. Qardaşım, birincisi sənə kim ixtiyar verib ki? Hansı dəlil, hansı ayə, hansı nususun hansı yeri sənə ixtiyar verib ki, tanımadığın adam barəsində zənn edib şübhə edəsən? Müsəlman diyarında. Və üzərində əhkam qurasan, söhbət eləyəsən. Baş sala bildim? Bax, qardaşım, mən misallarla deyəcəm, aydın olacaq. Çıxıram bayıra, yol gedirəm. Bir nəfərlə qarşılaşdım, tanımıram. Salam vermək istəyirəm. Esselamu aleykum və rəhmətullahi və barakatuhu. Müsəlman diyarında yaşayırıq. Tanımıram və zənn edirəm ki, və şübhə edirəm ki, qeyri-müsəlman ola bilər. Qardaş, mən onun barəsində nəyə görə zənn etməliyəm ki? Şübhə etməliyəm ki? Niyə? Müsəlman diyarında mən niyə şübhə etməliyəm ki? Tanımıram ha. İkisi getdi. Tanıdığımla tanıyıram müsəlmandır, tanıyıram kafirdir. O getdi. Məchuldur. Tanımıram kimdir. Münasibətim yoxdur. Yoldan keçən bir adamdır. Salam vermək istəyirəm də. Düzdür, müsəlmanlara salam verir axı görəndə. Tanımıram və zənn edirəm. Tanımıram və zənn edirəm sözü bu tənaquddur. Niyə? Sən tanımadığın adamlar haqqında niyə zənn edirsən ki? Niyə şübhə edirsən ki, birdən qeyri-müsəlman olar bu? Tanımırsan axı. Ehtimal var olsun, yoxsa yox? Hə? Ehtimal var qeyri-müsəlman olsun və həmçinin ehtimal var ki, müsəlman olsun. Yox? Amma zənn edirəm, şübhə edirəm ki, insan zənnin,
şübhənin üzərində məsələ qurub. Şəriətimizdə bu o qədər sadə bir məsələdir ki, dində ibtidai uşaqlar təzə usul-i fiqh, qavaid elmi ilə məşğul olan tələbələr bilirlər ki, məsələ belə həll olmur. Zənnin, şəkkin, şübhənin üzərində məsələ bina edilmir. Məsələ yəqin bir məsələnin üzərində bina edilir. Hökmlər, məsələlər. Düzdür? Tanımıram və zənn edirəm. Sən ixtiyarın yoxdur kimisə haqqında zənn edəsən. Şübhə edəsən. Bəlkə müsəlman deyil. Bəlkə müsəlmandır. Belə olmur. Biz Əlixan Musayevə deyirik ki, belə olmur qardaşım. Sən zənn edə bilmərsən. Mən çıxdım bayrağa, salam vermirəm. O deməkdir ki, sən bu söz var, bu söz Əlixan Musayevin dəlalət edir ki, əsas verir ki sənə. Sən bayrağa çıxdın, bu cəmaət yoxdur, tanımadığın insanlar. Tanıdığın insanlar 10%-dir də, 90% insanları tanımırsan sən. O tanımadığın insanlar haqqında zənn edib, şübhə edirsən ki, birdən müsəlman olmaz. Və salam, sən onunla müsəlman müamiləsi aparmırsan. Biz də deyirik ki, bu təkfirdir. Mən salam vermək istəyirəm. Fərhad salam vermək istəyir. Birinə deyirəm, Fərhad, sən neynirsən, qardaşım, tanımırsan. Bəlkə heç müsəlman deyil. Söhbətə bax bir dənə axı. Söhbətə bax. Bəlkə müsəlman deyil. Hara salam? Kafirə salam vermək olar yoxsa yox? İbtida olaraq, Esselamu aleykum və rəhmətullah demək olmaz kafirə. Misal deyirəm bu salamı. Deyirəm, Fərhad, sən neynirsən, kimə salam verdin? Tanımırsan, nə bilirsən? Bəlkə, zən. Sən də deyirsən ki, mənə, qardaş, sən niyə zənnlə, ehtimalla, şəklə söhbəti həll edirsən ki? Qardaş, mən tanımağa ehtiyac yoxdur ki, müsəlman diyarıdır, müsəlmanlar arasında yaşayırıq biz. Görüşürəm, salam verirəm. Aydındır. Bundan əlavə, baxın, mən bir şey qeyd edim, haşiyə çıxın. Müsəlman diyarı deyirsən Azərbaycan xalqına, düzdür, bu diyara. Bu diyar müsəlman diyarıdır. Yer üzündə müsəlman diyarları çoxdur. Biri, məsələn, Səudiyyə Ərəbistan. Müsəlman diyarıdır yoxsa yox? Misir, müsəlman diyarıdır. Pakistan, müsəlman diyarıdır. Azərbaycan, müsəlman diyarıdır. Fərq var arasında? Fərq yoxdur da. Deyəndən sonraki müsəlman diyarıdır. Saudiyyənin, o başqa ölkələrin belə buynuzu yoxdur ki, müsəlman diyarı xüsusi seçilmir ki. Düzdür? O, biraz belə qəribə səslənir deyə o belə olmur ki. Müsəlman diyarı deyirsənsə, müsəlman diyarıdır. Orada, burada. Burada necə rəftardırsa, orada da elədir. Orada necə rəftardırsa, burada da elədir. Müsəlman diyarıdır ona görə. Sən Mədinədəsən, Məkkədəsən, məsələn. Cənazə namazları nə qədər olur orada? Hər namazdan sonra bir neçədən cənazə namazı olur. İndi sən cənazə namazı qılmaq istəyirsən. O, ölən insanlar, sən tanımırsan heç birini. Ehtimal var, kafir olsun. Ehtimal var da, bilmirsən axı. Nə bilək, üzün görməmsən. Bir dəfə də söhbət eləməmsən. Tanımadığın adamlardır. Hər gün cənazə namazı qılırsan. Sual, niyə? Tanımırsan axı. Çünki ona görə ki, səhih budur cavab, müsəlman diyarıdır. Burada ölüblər də, müsəlmanlardılar. Tanımıram amma. Müsəlmandır deyə, müsəlman diyarında cənazə insan ölüb, gətiriblər məscidə. Cənazə namazı qılırıq. Tanımadığım halda, deməli, etiqad edirəm ki, müsəlmandır. Deməli, müsəlman diyarında tanımadığın insanlar müsəlmandır. Budur əsl. Ona görə də bütün alimlər belə eləyirlər. Heç bir alim gəlib imamı tutub soruşmayacaq, qardaşım, bu ölən kim idi? Sən tanıyırsan, ehtimal var ki, o şübhə, ehtimal var ki, namaz qılan olmasın, şirk eləsin, küfr eləsin, misal üçün deyirəm, kafir olsun. Hə də ehtimal, tanımırıq da biz, Allah bilir kimdir. O söz var, Allah bilir kimdir axı. Amma qılırsan namaz. Düzdür, nəyə əsasən qılırlar namaz, qılırıq namaz, əhl-i sünnə nəyə görə bunu eləyir? Çünki diyar müsəlman diyarıdır. Tanımağa ehtiyac yoxdur. Niyə? Qaytarırıq. Əslə müsəlman diyarıdır. Dayı. Bizdə də həmçinin. Yaxud məsələn, bir söz deyim sənə. Həmişə bu misal çəkirəm, elə-belə misal çəkmirəm. Misallarla daha aydın olur. Yol gedirsən Saudiyyədə, Riyaddan məsələn Mədinəyə. Böyük diyardır da, böyük ölkədir, müsəlman diyarıdır. Yolda qəza baş verdi. Baxırsan ki, maşın saxladın, görürsən ki, qəza baş verib, subhanallah. Bir nəfər içində ölüb.
dünyasını dəyişib. Hamı yığılıb, biri deyir Allah rəhmət eləsin, Allah günahlarını bağışlasın, Allah kəffar eləsin. Sən deyə bilərsən ona Allah rəhmət eləsin. Əlxan Musayev. Deyə bilərsən, indi bunu çevirəcək Azərbaycana. Fərqi yoxdur, müsəlman diyarıdır da. Nə fərqi var ki? Dedi yaxı, ona görə dedim, bu sözü yadda saxlayın. Müsəlman diyarı sözünü. Hamı deyir Allah rəhmət eləsin. Niyə hamı deyir Allah rəhmət eləsin? Çünki tanımırsan axı. Bax, misal üçün, mən düşmüşəm, deyirəm Allah rəhmət eləsin. Allah subhanahu wa ta'ala qəbrini nurla doldursun. Tanımıram. Ehtimal var ki, şirk eləyirdi. Qardaş, o zəndir, o ehtimaldır, ola bilərlərdir. Onu saxla özünə. Şəriət zənnlərlə, ola bilərlərlə, ehtimallarla şübhə var. Şübhələnirəm. Kimə şübhələnirsən? Tanımırsan. Amma var altında ehtimal. Onu tanımırıq biz. O altında o olan ehtimal əsas vermir sənə. Diyanasan. Rəhmət oxumayasan. Hamı rəhmət oxuyur. Tanımırsan ona görə. Başa düşdün? Niyə? Qaytarırsan əslinə. Azərbaycanda həmsinin. Azərbaycanda həmsinin. Sən məsələn gedirsən yolda, rayona. Yolda bir qəza baş verib, bir nəfər ölüb. Müsəlman diyarı, müsəlman fərqi nədir ki? Qardaş, görürsən bir nəfər qəzada ölüb. İndi bu misal çəkilmə ki, aydın olsun. Allah rəhmət eləsin, Allah subhanahu wa ta'ala inşallah kəffarə elə bunu, Allah günahlarını bağışlasın, qəzadır. Tanımırsan axı. Niyə oxuyursan ki? Bəlkə kafirdir. Bəlkələrlə şəriətdə əhkam düzəlmir. Hökm düzəlmir. Zənnlərlə, ehtimallarla. Bunu baş salıb bildin. Orada necədirsə, burada da elədir. İndi Əlxan Musayevə sual vermək lazımdır. Sən Saudiyədə olanda, Misirdəsən, fərz eləyək, Pakistandır, nə bilim, istənilən müsəlman diyarı. Müsəlman diyarları çoxdur da yer üzündə. Orada necə rəftar eləyirsən tanımadığın adamlarla? Tanımadığın adamlarla elə rəftar eləyirsən ki, ehtimal zəndi deyib dayanırsan, budursa, bu təkfirdir. Çünki qoymursan axı rəhmət oxumağa, qoymursan axı namaza, müsəlmandırsa niyə qoymursan ki? Deməli, bu təkfirdir. Aydın daxı. İndi fikir ver, bunu əsaslandırır nəyə? Nəyi? Baxın, deyir ki, əlamətlər ola bilər. O qədər əlamətlər ola bilər ki, o əlamətlərlə sən şübhəyə düşürsən ki, bu artıq müsəlman deyil. Baxın, nə demək istəyir? Demək istəyir ki, öz-özünə sual verir orada. Çox yaxşı sualdır. Deyir, biri bizdən soruşa bilər ki, sən nəyə əsasən şübhə eləyirsən? Yaxşı sualdır, yox? Orada deyir. Baxın. Deyir ki, biri bizdən soruşa bilər ki, sən hansı əsasla, hansı hüccətlə də belə deyək, şübhələnirsən ondan. Zənn edirsən. Qəşəng sualdır, yox? Hətta biz veririk o sualı ona. Sanki biz vermişik o sualı ona. Qardaş, sən nəyə əsasən bunda şübhə eləyirsən? Çıxmısan, bayra şübhə eləyirsən insan haqqında. Niyə? Bu niyə sualına cavab verir? Deyir ki, əlamətlər ola bilər. O qədər əlamətlər ola bilər ki, o əlamətlərlə sən şübhəyə düşürsən ki, bu artıq müsəlman deyil. İndi fikir ver. Bunun üzərində söhbət edirəm. Qardaş, o əlamətlər, dediyi əlamətlər bilirsin nədir? Şirk, küfür. İnsan müsəlman deyilsə şirk küfrdən olur da. İçki ilə, asiliklə olmur ki. Sözüm aydın olmursa saxlayın, istifsar eləyin. Hətta aydın olsun. O qədər əlamətlər ola bilər ki, o əlamətlərlə sən şübhəyə düşürsən ki, bu artıq müsəlman deyil. Xalqımızda əlamətlər görüb, küfür, şirk. Yox. O küfür, şirk əlamətlər əsas verir ki, sən şübhə eləyəsən özündə. Bu müsəlman deyil. Cavab. Qardaşım, bir müsəlmanda müsəlman deyil əlamətləri, müsəlman olmamaq əlamətləri, yəni küfür və şirk görsənərsə, izhar olarsa. Bu deyil, hələ bizə nə deyir? Ola bilər. Əlamətlər ola bilər. Ola bilərlə hökm olmur. Ola bilərlə deyil bu. Hesab eləyək ki, var. Əlamətlər var insanlarda. Şirk, küfür eləyir. Pirlərə gedirlər, qəbirlərə gedirlər, ya Hüseyin deyirlər. Məsələn, əlamətlər var. O əlamətlər deyir ki, sənə əsas verir. Səndə şübhə oyadır.
Bu şübhəyə əsas budur deyir. O əlamətlərdir. Sən ona müsəlman deməyəsən. Sən o əlamətlərlə sən şübhəyə düşürsən ki, bu artıq müsəlman deyil. Ne fikir ver. Bir müsəlman, diqqətin qulaq asın burasına. İslamdan çıxardan əməlləri, əlamətlər görsən ondan, sən onu necə İslamdan çıxardırsan? Şərtlər, maniyələr, hüccət. Əhsən. Aslı. Bir müsəlmanda əlamətləri gördün. İçki yox, zina yox, oğurluq yox, riba, bu asili yox. Əlamət dindən çıxartmaq, qeyri-müsəlman olmaq əlamətidirsə söhbət, küfür şirkdən gedir söhbət. Yox, gördün. Bir müsəlmanda, niyə deyirik bir müsəlmanda Rəşad qardaş? Çünki diyar müsəlman diyarıdır. Bir də deyirəm. Diyar müsəlman diyarı olduğu üçün insanlar müsəlmandırlar ümumən. Onlarda əlamətlər görsənib. Küfür və şirk əlaməti. Şübhə oyadır məndə. Yəqin bu elə şübhədir də, qardaş, haqq verir də sənə oyadır. Bu şübhə mənə əsas verir ki, bu müsəlman deyil. Bizim əlimizdə isə Əhlüsünnədə qayda var. Bir müsəlman küfrə və şirkə düşərsə, ona hökm vermək üçün kafir hökmü. Şərtlər var, ödənilməli, lazım olan. Və maniyələr var, o qalxmalıdır. Ondan sonra sən ona o əlamətlər görsəndi, qayda oturdu, sən ona deyirsən kafir. İndi fikir ver. Sən ona şərtlər qaldırmırsan. Maniyələr də aradan qalxmır, hüccət falan bu kimi şeylər, düzdür? Tanımırsan da, zənnən, ehtimalla birdən olar, birdən yox, olsunlar, var. Qaldırmamısan ki, ödəməmisən ki, çatdırmamısan ki haqqı. Yox, qalır harda insan? Əslində. Əsil də nə idi? Bizə və Elxan Musayibə görə nə idi? Diyar müsəlman diyarıdır. Başa sala bildin? Bu insan deyir ki, şübhələrlə əlamətlər var ki, ehtimal edirəm ki, yox qardaşım, bax, çıxmışam bayıra, tanımadığım insanlardır, müamilə. Məscidə məsələn cənazə namazı gətiriblər, bilmirəm kimdir, Allahu aləm, nə bilirsən, bəlkə şirk eləyib. O əlamətlər ümumidir xalqımızda. Küfür, şirk onu demək istəyir. Biz də deyirik ki, madəm ki, sən o əlamətlərə görə ona hüccət qaldırmamısan, o qalır harda? Əslində. Sənə vacibdir, məcbursan, əslə qaytarıb müamilə aparasan. Əks halda, Əlixanın dediyi nədir? Yox, sən əslinə qayıdıb müamilə eləmə. Sən ehtimalına, zənninə, şübhəyə görə müsəlman kimi müamilə aparmaq dayandır. Biz deyirik ki, bu təkfirdir. Başa sala bilmədim. Bu Yaqub. Başa sala bilmədim, hə? Düşdü, təmiz. Təkfirin özüdür. Təkfirdir bu. Təkfirdir, bəli. Necə? Bir də deyirəm. Yoxsa deməyim? Keçək növbətiyə. Deyirəm, qardaşım, şübhə var, ehtimal var, zənn var. Birdən şirk eləyər. Bu olmur, elə olmur Əhlüsünnədə. Zənnlə, ehtimalla, şübhə ilə bu aydındır da, uşaq deyil. Yəni, uşaq da bilir ki, şəriətimizdə məsələlər yəqinlik üzərində bina edilir, yəqinlik üzərində. Şübhə, bütün hər şey elədir İslamda. Sən bunun adını qoyursan birdən. Özü də o əlamətlərlə, qardaş, əlamətlər görsəndisə, bizdə qayda var Əhlüsünnədə. Müsəlmanda küfür, şirkin əlaməti izhar oldu, əlamət görsəndisə, onu təkfir etmək üçün qaydalar. Düzdür? Etməmisən ki, tanımırsan axı. Əlamət olsun da, etməmisən. Deməli, saxlayırsan əslində. Əsli də müsəlmandır. Nə olsun da əlamət? Əsli müsəlmandır. Təkfir etmək istəyirsənsə, get şərtlərini ödə, maniyələri qaldır, ondan sonra təkfir elə. Eləməmisən ki, tanımırsan da nəyimə lazımdır. Onu saxla əslində. Amma əslində saxlamayıb, həmin o səndə olan, içində olan zənnlə, ehtimalla, şübhələnirəm sözündən, şübhələnirəm adından. Hələ müsəlman müamiləsi aparmayaq, deyir, bax. Əlamətlərlə sən şübhəyə düşürsən ki, bu artıq müsəlman deyil. Niyə? Müsəlman şirk edəndə sən artıq şübhələnirsən ki, müsəlman deyil. Elə şey var. Qaydalardan sonra olur bu.
Aydındır. Bu da o deməkdir ki, sən cəmaatı təkfir edirsən. Bu da o deməkdir ki, sən cəmaatı təkfir edirsən. İndi fikir verin. Hansı hədisi zikr edir? Halal da bəllidir, haram da bəllidir. Diqqətlə qulaq asın. Allahu akbar. Yəni, diqqətlə qulaq asın. Məsələnin özü. Üçüncü insan. Üçüncü məqam. Bir, tanıyıram. İki, tanımıram. Daha doğrusu bir müsəlmandır, ikinci kafirdir. Üçüncü tanımıram. Yox. Bəli. Birdən kafir ola bilər. Zənn edir və zənn edirəm. Fikir ver, sənin zənnə ixtiyarın yoxdur zənn edəsən. Tanımadığın insanlar haqqında. Niyə zənn edirsən ki? Zənn edirsən, şübhələnirsən, şübhəyə düşürsən və üzərində söhbət aparırsan. Bu əhl-i sünnənin yolu deyil. Fikir ver. Sən tanımır. Yox. Adını da qoyur ki, şübhələnirəm. İndi şübhələnirəm, ehtiyat eləməliyəm də. Sən şübhələndiyin şeydən ehtiyat eləməlisən, hədis var. Hansı hədis? Nu'man İbn Bəşirin hədisi, radiyallahu anhu. Məşhur hədisdir, Buxari Müslim rivayət edib. Nu'man İbn Bəşir deyir ki, eşitdim ki, Allah Rəsulu dedi. Fikir verin, tanımıram və şübhələnirəm. Ora şübhə sözünü qoyur. Şübhə sözünü qoyandan sonra şübhə ilə bağlı hədis var axı. İndi fikir verin. Allahu akbar. Allahu akbar. Şübhə sözünü qoyur. Birincisi tanımadığın adamı niyə şübhələnirsən sən? Olmaz. Şəriət əsas verməyib sənə. Onda sən heç nə gələ eləməyəsən. Mənim də haqqım var onda şübhələnim. Sənin haqqın varsa, mənim də haqqım var. Çıxdın bayra, heç kimə salam vermə. Kafirə salam. Niyə? Çünki tanımıram və şübhələnirəm. Niyə şübhələnirsən ki? Tanımırsan, qaytarırsan əslinlə, müsəlman diyarında salam verirsən. Və elə bütün müamilələri aparırsan. Deyəcəm indi qız məsələsi falan evlənmək, deyəcəm olar. Deyir ki, və şübhələnirəm. Sonra da deyir ki, dinimizdə əsas qayda var. Hədis var əlimizdə, sütun qayda. Buxari Müslimə keçən hədis. Hədisə fikir verin. Gör, hədisi hara qoyub? Allahu akbar. Mən eşidəndə. Dedim, kəşki danışmazdı bunu. Kəşki bunu bura gətirməzdi. Peyğəmbər sallallahu aleyhi və səlləm deyir, İnnəl hələlə beyin və innəl haramə beyin. Halal da aydındır, haram da. Nə deməkdir? Gedin, baxın, vallahi, bütün şəhərlərə, hansını istəyən aç bax. Buxari Müslimdə hədis. Demək olar ki, hamı şərh edib. Məşhur hədisdir də. Halal beyin şərh edirlər. Məsələn, çörək, su, zeytun, nə bilim, meyvələr. Halal, bunlar aydındır da, halaldır. Bu, haram, halal, bu hədis var, nə halaldır, nə haramdır. O məsələdir. Gör, bu məsələni hara aid eləyib. Çıxıram bayra, tanımadığım insandır. Şübhələnirəm. Peyğəmbər də aleyhissalatu vesselam deyir ki, şübhələndiyiniz insana çəkinin. Mən də müamilə aparmıram, ehtiyatımı tuturam. Bunun məntiqinə bax. Bunun istidlalinə bax. Özü də deyir ki, məntiqlə fikirləş. Məntiqə bax, qardaşım. Nə məntiqdir bu? Fikir ver. Halal aydındır. Halal aydındır. Yəni, qardaşım, halal aydındır da su halaldır. Meyvə halaldır. Çörək halaldır. Aydındır. Yəni, o qədər aydındır da. Burada kimsə ikidən biri şey eləməyib də. Ehtiyat, şübhə. Birdən görürsən, çörək halaldır yoxsa yox. Undur və s. Bu kimi şeylər də. Vəl haramə beyin. Haram da aydındır. Qardaşım, içki nədir? Haram aydındır da. Zina nədir? Aydın. Donuz əti nədir? Haram aydındır da. Donuz əti aydındır, haramdır. Həm bu məsələlərdə haram, halal budur yəni. Haram, halal budur. O gündəlik istifadə etdiyimiz, yediyimiz, içdiyimiz bu kimi şeylər var, əhkamlar. Nə olar, nə olmaz. O buna aiddir. Bu belə deyə fondadır. Aydındır? Dayı. Haram da aydındır. Donuz əti. Deyir ki, və beynəhumə umurun müştəbihət. Beynəhumə. Nəyin arasında? Halalla haramın. Bu iki dənə şey var, danışdım, halal, haram. Bunların arasında qaranlıq şeylər var. Lə ya'ləmuhunnə kəsirun minən-nəs. Əksər insanlar bilmirlər onu. Sonra deyir ki, kim o qaranlıq şeylərdən çəkinərsin? İndi fikir verin. Qaranlıq şeylər nədir?
Əlxan Musayevin nəzdində nədir? Əhlüsünnədə nədir? Əlxan Musayevin nəzdində, ağlında o qaranlıq şeylər tanımadığın insanlardır. Təsəvvür edirsiniz? Təsəvvür edirsiniz axı. Siz təsəvvür edirsiniz axı? Əlxan Musayevin fəhminə görə, məntiqinə. O tanımadığın insanlar var. İslam diyarındasan, müsəlman diyarındasan. Çıxmırsan bayrağa, tanımırsan. Deyirsən ki, arasında olan şeylər var, o odur. Hə, var, bax, halal müsəlmandır. Elə bir ki, müsəlman yiyəcək indi. Haram kafirdir. Baxın, bu insanlara aid edir. Arasında şeylər var. O arasında da tanımadığın adamlardır. Qardaşım, adam bilmir, nə desin, vallahi axı. İndi əslində necədir söhbət? O arasında olan şeylər var, yox axı. Arasında olan şeylər bilsin, nə deyilsin. Elə şeylər var ki, bax, misal üçün, at əti yemək olar, yoxsa yox. Qatır yemək olar, yoxsa yox. Bu məsələ ixtilaflıdır alimlər arasında. Bu yeməkdə də ola bilir, bu içməkdə də ola bilir, bu geyimdə də ola bilir. Misal üçün, o heyvanlar var, yırtıcı. Onların dərisindən hazırlanmış paltar geyinmək olar, yoxsa yox. Məsələ ixtilaflıdır. Bilinmir, halaldır, yoxsa haramdır. Bu onun arasındadır. At əti yemək olar, nə halala aiddir, nə də 100% harama aiddir. Yəni, donuz kimi deyil də bu. Bu ortadadır. Bu ortadadır. Buna çəkin deyir. Yəni, o şeylər ki, yemək, içmək, halal, haram, o şeylərə ki, qaranlıq oldu. Yəni, alimlər ixtilaf ediblər. Bunu deyən də var, bunu deyən də var. Haram da görsənir, halal da. Ondan çəkinsən daha yaxşı. Bunu biz hər dəfə deyirik. Dini qoru da, uca tut da, çəkin. Hə? İmam İbn Rəcəb rahimehullah deyir ki, ən gözəl şərh edənlərdən deyir, elmdə rasix olanlar bütün hamısını, o qaranlıq olan şeylər var, bilirlər hamısını. Yəni, o alimlərə aid deyil də, o, bax, arasında qaranlıq şeylər var. O qaranlıq şeylər bizə aid olacaq. Biz avam müsəlmanları bilmirik də hansı-hansıdır, yiyim, çəkin. Deyir, o alimlər, o rasixlər, onlara aid deyil, bu. Deməli, rasixlərə görə dində qaranlıq şey yoxdur. Sən niyə aid eləmişsən bunu? Bir də deyirəm, alimlərə görə ortada olan var, o alimlərə aid deyil. Lə ya'ləmuhunə kəsirun minən-nəs. Əksəriyyəti bilmir. Çoxu. Alimlər bilirlər, xəbərdardırlar. Deməli, alimlərə görə Əlxan Musayevin nəzdində necə olur? Alim tanıyır onu. Adamı. Belə çıxır. Yəni, çöldə çıxan, o çöldə fırlanan adamlar var, tanımadığımız. Buna aid edir axı, təmiz ziddiyyatdır. Heç yerinə qoymaq olmur. Əlaqələndirmək olmur, qardaşım. Elə bir dəlillə gəlib ki, əlaqələndirmək olmur. Başa sala bildim? Deməli, bu ona aid deyil. Sən tanımadığın insana müsəlman deyim, yoxsa kafir. Müsəlman diyarı da. Ehtimal var, şirk eləsin. Şübhələnirəm. Bu hədis var, şübhədən çəkin. Qardaş, buna aid deyil bu. Buna aid deyil bu. Ticarətlər misal, indi o qədər müasir şeylər çıxıb ki, halal aydındır, haram da aydındır, riba haramdır. Yox, riba haramdır. İndi o qədər şeylər çıxıb ki, bu bank söhbətləri, ticari şeylər daha yayılıb da, o qədər şeylər vəsf edirlər ki, bu əməldə. Sən bilmirsən, bu harama aiddir, ribaya aiddir, yoxsa halala. Çəkin. Bu banklardır, kartlar ki, istifadə edirik, bu çıxır günü-gündən, nə bilim, o qədər şeylər çıxıb da. Çəkin. Bu buna aiddir. Sən kimə aid eləmirsən bunu? Başa sala bildim. Demək istədim odur ki, buna əslən adəti yoxdur. Əslən adəti yoxdur bu söhbətin. Sonra orada, indi bunu oxuyacağım, 2 dənəsi də var. Deyir ki, biri gəlib qapıva sən qız almaq məsələsi. Allahu akbar. Fikir verin. Necə deyir? Məntiqə baxın. Tanımadığın adam bayra çıxdın. 3-cü var idi. Tanımadığın. Bu məsələləri, qardaşlar, mən bir şey deyim. Ümumi cəmaət üçün danışmırıq. Çünki bu hər adam üçün deyil, ola bilər başa düşməsin. Lakin
ona görə danışıram ki, bilən, gözləyən adamlar var. Başı çıxan adamlar var. Hə? Onlar üçün danışırıq, veririk onlar üçün ki, bax, məsələ, onu danışana baxın, əslinə baxın, necədir. Tayyib, qız məsələsi, evlənmək, fikir verin axı. Deyir ki, üçüncü nə idi? Tanımadığın. Tanımadığından ehtiyat edir axı, müsəlman müamiləsi aparmır. Və zənn edirəm ki, şübhələnirəm ki, birdən əlamətlər ola bilər, müsəlman olmaya bilər. Yox. Bunu görün, gətirib hara aid eləyir. Məsələn, deyir, qız verəndə şübhələnib araşdırmayacaqsan, qızı kimə verirsən. Biri gəlir, mənim qızım var, istəyir. Deyirsən, tanımırsan, tanımıram axı, qapıma elçi gəlib. Tanımıram, o tanımaq, olar, o üçüncü. Bunu bura aid eləyir. Fikir verin. Deyir ki, biri gəlib, qız istəyir, tanımırsan. Şübhələnirsən də, müsəlman olub olmamağını. Biz deyirik, batildir bu. Bax, deyir, araşdırmayacaqsan onu. Dəqiqləşdirməyəcəksən, girməyəcəksən onun üstünə. Misal üçün də araşdırın, kimdir, nəçidir? Qardaşım, evlənmək məsələsi, qız verib, qız alma məsələsi, əslən bizim bu danışdığımız məsələyə aid deyil. Əlaqəsi yoxdur. Niyə? Çünki evlənmək məsələsi araşdırmaq, evlənməkdə olan, qız verib, qız almaqda olan araşdırmaq, dəqiqləşdirmək, soruşmaq, kimdir, nəçidir? Bu ayrı şeydir. Niyə? Mən misal üçün, bir qapıma qız gəlib ki, misal üçün qızımı istəyirəm. Namaz qılandır, tanımıram, saqqallıdır, əxidir, ibadət edir, neçə ildir zat. Soruşur, araşdırıram. Qızım da istəyirəm yaxşı olana getsin. Baxıram ki, mahnı qulaq asır, musiqi xəstəsidir. Vermirəm. Araşdırandan sonra. Araşdırandan sonra baxıram ki, arada bir siqaret çəkir. Vermirəm. Bu araşdırmaq buna görədir, araşdırmaq. Müsəlman olub olmadığını araşdırmıram mən. Əsl budur ki, müsəlmana qız vermək, qız almaq olar. Bu əsl, o yerindədir. Mən vermirəm. Çünki tədeyyünü zəifdir. Dini, imanı zəifdir. Məsələn, qardaş, gəl araşdırdın qonşudan filan. Bu araşdırmaq o araşdırmaq deyil, sənin araşdırmaq. Ondan deyil bu. Araşdırıram, dedilər ki, arada bu məsələ mahnı qulaq asır. Mən musiqi qulaq asan adama qız vermərəm, misal üçün də. Misal üçün. Siqaret çəkən adama vermərəm. Sual. Rəşad qardaş, siqaret çəkən adamı təkfir edirsən, sən qızı vermək, müsəlmanca vermək olar axı. Qardaş, təkfir etmirəm, müsəlman vermək olar, icazəli evləndirsəm izdivac şəhidir. Mən vermirəm. Mən istəyirəm qızım yaxşı oğlanda olsun, ərdə. Tədeyyünü güclü olsun, mültəzim olsun İslam, elm əhli olsun. Ya, misal üçün, biri gəlib, qızım var, istəyir, qapını döyür. Deyirlər ki, namaz qılandır, qardaş neçə il ibadət eləyir, Abbəkir meçidindən filan. Misal üçün. Deyirəm, qardaşım, Quran oxuya bilir? Deyir, yox, elmlə məşğul olmur. Yox, qardaş, mən qızımı vermirəm, yəni. Araşdırdım ki, elmlə məşğul olan adam deyil. Haqqım var yoxsa yox? Haqqım var, vermirəm. Bunun bura nə dəxli var ki? Bu araşdırmağın o araşdırmağa. Bu araşdırmağı, soruşmağı, dəqiqləşdirməyi ora aid edib. Tanımadığın adamlar var, ora aid edib, əxi. Başa sala bildim, üçüncü yadda saxlayın, o var, çıxdın bayra, tanımırsan, cəmaat. Müamilə eləmək istəyirəm, şübhələnirəm. Burada da qız vermək istəyirəm, şübhələnirəm. Bununla o cins başqadır. Orada istənilən şey ayrıdır, burada istənilən şey ayrıdır. Orada istənilən şey, sən istənilən şeyin arxasına düşmürsən, hansı ki orada var, o müsəlmandır. Müsəlman diyarında yaşadığı üçün, bir də deyirəm. Sən orada neysə çıxartmaq istəyirsən üzə, burada da çıxartmaq istəyirsən üzə, kimdir, nəçidir? Orada çıxartmamalısan, orada əslinə, qaydır əslinə. Əsli diyar müsəlman diyarı deyə müsəlmandır. Burada çıxartmalısan üzə, çünki qız verirsən, ona görə. Müsəlmanlığını yox. Müsəlmandır, heç ibadət etməsin. Müsəlman ölkəsində yaşayırsa, yaxınlaşıbsa, mənim müsəlman bilir, qızımı almaq istəyir, misal üçün, soruşuram, deyirəm ki, qardaşım, elmlə məşğul olursan, Allahın dini ilə, hədislər, Quran, deyir, yox, mən qızımı vermirəm. Mən buna görə araşdırıram.
Və belə. Bu da insan valideynlərə görə fərqlənir. Orada din keçir hədisdə, din. Din yəni o deməkdir ki, imanı. Orada onu da başa düşməyib. Deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm hədis deyir. Dininə baxın. Yəni hansı dindədir? Qız verəndə baxın hansı. Belə hədis yoxdur qardaşım. Qız verəndə baxın hansı dindədir, yoxdur. Orada din tədeyyün mənasındadır. Əxlaqına, imanına, varına. Orada o tədeyyün, din söhbəti dininə bax. Dininə baxın yox, o mənada yox. Bu müsəlmandır yoxsa yox. Elə hədis var. Bax qız verməksə, bax ki, kafirə vermək olmaz ha. Qardaş bu, yəni onu deməyib Peyğəmbər sallallahu aleyhi və səlləm. Bəlli məsələdir bu. Aydındır, onu deməyib. Bu dini, yəni dininə baxın, dini səviyyəsinə hardadır? Mən baxıram, dini səviyyəsinə elmlə məşğul olma vermirəm qızıma. Misal üçün də, bunu da səhv anlayıb. Bunu da düzgün yerinə qoymayıb. İndi fikir ver, burada deyir ki, alimlər deyir ki, tanımadığın, bilmədiyin bir məsələdə soruşun. O soruşmağa dair, soruşmaq deyirək, soruşmaq lazımdır. Alimlər deyir, bilmədiyin, tanımadığın bir məsələdə soruşun. Hansı alim deyir ki, əhl-i sünnədə, etibarlı alimlərdə, hansı alimə sual versən, deyər ki, baxın, qardaşlar, burada nə məsələ var? Var bizim Əlxan Musayevdən danışmaq istədiyimiz, öyrənmək istədiyimiz bu cəmaat, xalq, bunun hökmü var, bunun gətirdiyi misallar, ət misalı. Ət misalı. Ət misalında da haqq hesabət eləməyib, səhv deyib. Xarici etiqadıdır. Aydındır. Deyir, alimlər deyir ki, tanımadığın, bilmədiyin bir məsələni soruş. Qardaş, soruşmaq olur iki cür. Mən bir qardaşla müamilə eləmək istəyirəm, ticarət eləmək istəyirəm. Soruşuram haqqında, kimdir, nəçidir? Etibarlıdır yoxsa yox? Araşdırıram. Məbləğ var ortada. Olar, olmaz. Olar. Mən sənə böyük summa vermək istəyirəm, ticarət qurmaq istəyirəm səninlə. Müsəlmansan, qardaşsan, qardaşımızla bir səhv deyil. Eləmirəm. Araşdırdım, gördüm ki, o deyil. Bu araşdırmaq başqa şeydir, qardaşım. Qız vermək də o da eynidir. Kimlərdən deyil, nəticədir, soruşuram. Bu soruşmaq, o soruşmaq deyil. Sən müsəlman deyər, bax, misal üçün, sən get alimlərə sual ver. Əlxan Musayevə deyirəm. Get alimə kim nəsinə soruş. Deyən, şeyx, Saudiyədə, Saudi ölkəsində, diyar müsəlman diyarıdır, deyəcək müsəlman diyarı. Deyən, şeyx, mən çıxıram, mənim haqqım var, mənə icazəlidir. Mən bu tanımadığım cəmaat var, tanıdığın heç, kafirdir, müsəlman o heç, bu üçüncü. Tanımadığım cəmaat var, mənə icazəlidir, mən onlar haqqında şübhələnim. Günə deyəcəklər sənə. Deyəcək, nəyinə şübhələnirsən? Əlxan Musayev də deyəcək ki, birdən şirk eləyər də. Birdən şirk eləyər. O, heç bir alim deməyəcək sənə şübhələn onun haqqında. Yaxud misal üçün, deyəcək, şeyx, cənazə gətiriblər, müsəlman diyarında yaşayıram. Bilmirəm kimdir, nəçidir. Ona cənazəsini qılmaq olar. Hamısı deyəcək ki, olar. Sən deyəcəksən, şeyx, bəs birdən mən şübhələnirəm. Deyəcək ki, şübhələnirsənsə, zənn edirsən, birdən ehtimal var. O şeyx sənə deyəcək ki, zənninlə, ehtimalınla, şübhənlə hərəkət elə. Ehtimalla, zənnlə, şübhənlə hərəkət eləmək var İslamda. Yoxdur. O deyəcək sənə qaytar əslinə uyğun müamilə apar. Şübhə ilə, ehtimalla müamilə aparılmır. Aydındır. Sonra nə deyir? Sonra ət məsələsini gətirir orada. Ət məsələsində də haqq hesabət eləməyib. Deyir, var, tanıyıram, müsəlmandır. Ət alıram. Bismillah yedim. Daha doğrusu bilirəm ki, bu bismillahlə kəsib. Belə deyir. Bismillahlə. Aldım. Bilirəm ki, bismillah deməyib. Tanıyıram da, qonşumdur, misal üçün. Qəssab qonşumdur. Bismillah deməyib, almıram. Bir də var ki, bilmirəm deyib, yoxsa yox. Deyir, onda deyir, almırsan deyir. Bilmirsən axı. Bizdə, orada soruşursan deyir. Orada soruşursan deyir. Bizdə deyirik ki, bu yoxdur. Əgər burada soruşmaq varsa, hamısında soruşmalısan. Hamısında.
Mən salam vermək istəyirəm. Soruşum. Sən kimsən tanımıram axı. Salam vermək olar olmaz. Cənazədir. Gəlib soruşum. Soruşmaq olar olmaz. Soruşmaq olmaz. Bu soruşmaq yoxdur İslamda elə şey. Müsəlman diyarında yaşayırsansa yox da. Müsəlman diyarında yaşayırsansa yoxdur. Sən Saudiyada belə şey eləyə bilməzsən, eləmərsən. Burada niyə eləyirsən ki? Burada niyə eləyirsən ki? Tanıdığıdır, unudub deyib, deməyib. Eyni, Unudub deməyib. o başqa. Diyar müsəlmandırsa, burada müsəlmandır, orada müsəlmandır. Sən getdin misal üçün Saudiyada. Məsələn, Riyaddasan. Restoranda oturursan, yemək yeyirsən. Ət verirlər də, ət verirlər. Sən bilmirsən, bu əti kəsən adam Bismillah deyib yoxsa yox. Əti də birinci bilirəm, yeyirəm. Bilmirəm, yemirəm. Bilirəm, yeyirəm. Bilirəm ki, deməyib, yemirəm. O xəbərim var da, 100%. Bilmirəm deyib yoxsa yox. Sən gedib Saudiyada, Riyadda oturanda, məsələn, Riyad şəhərində, restoranda, bilirsən o əti Bismillahla kəsiblər yoxsa yox? Yox. Amma yeyirsən. Ya yeyirsən ya yox. Ged indi, yeyirsənsə əlhamdülillah, bu istidlalın, bu qaydan sənin batil oldu. Yemirsənsə, ged istənilən alimdən sual soruş. Ged istənilən alimdən soruş. Denə, şeyx, müsəlman diyarındayam. Məsələn, Saudiya. Fərqi yox, hansı istəyirsən de, Azərbaycan, müsəlman deyə. Sən müsəlman sayırsan axı, sayırsansa fərq eləmir. Saymırsansa başqa söhbətdir. Mən Saudiyadayam, restoranda oturmuşam. Bilmirəm, Bismillah deyib yoxsa yox. Yiyim yoxsa yox. O deyəcək yox. O deyəcək yiyi. Niyə yiyi? Bax, nəyə əsasən yiyi? Çünki diyar müsəlman diyarıdır. Buradakılar müsəlmanlardır. Müsəlmanlar da ət kəsəndə adətən Bismillah. Bu müsəlmanlarda qaydadır bu. Bilmirsən yiyi. Bismillah denə yiyi. Budur. Bunu bizim ölkədə niyə tətbiq eləmirsən ki? Müsəlman diyarı deyil ki. Yəni Pakistanın, Saudiyanın, Misirin misalcı, Türkiyənin buynuzu var. Başa sala bildin? Məsələ budur. Deyir, bilmirsən, Bismillah deyib yoxsa, onda soruşursan deyir. Get bu sualı şeyxə ver. Denən şeyx, Saudiyadayam. Restorandayam. Bilmirəm, naməlum adamlardır. O kuxnada işləyənlər. Əti hardan alırlar, Bismillah deyib yox. Mən gedim birinci soruşum ondan sonra gətir mənə fətvanı. Türkiyə olsun. Gətir mənə fətvanı. Ki, oturmamışdan qabaq, o deməkdir ki, sən ancaq məlum restoranlarda oturmalısan. Müsəlman diyarında. Bu da səhvdir bu da. Şeyx sən deyəcək ki, get soruşmalısan, çünki sən bilmirsən, bəlkə şeyx deməyəcək onu sənə. Heç bir alim. Çünki bizdə bu yoxdur yəni. Bizdə bu məsələ həlli bu cürdür. Qaytarırsan diyara, əslə. Əsl də müsəlmandır, yeyirsən. Şo. Və bu ətlə belə müamilədirsə, hamısı elədir. Cənazə də, salam da, öləndən sonra rəhmət oxumaq da, müsəlman hamısı elədir. O qız almaq, vermə məsələsi, o biraz çıxır qırağa. Çünki orada bu bəhs olunmur. Orada başqa şey axtarılır. Qeyd etdiyim kimi. Aydındır? Nə qaldı orada? Yəni, xülasə demək istədiyim odur ki, Əlxan Musayevin axırıncı səhər bugün paylaşdığı dərs ki, o hədisi gətirir filan, bu bizdə belə deyil, əhl-i sünnədə. Deyir, danışır, səhv danışır. Biz deyirik ki, səhv danışır və bu təkfirin özüdür, amma biraz gözəldilmiş, elə bil ki, necə deyim, hamı görmür. Görmür hamı. Bax, misal üçün, biri var adam açıq aydın şəkildə təkfir edir. Əhali kafirdir, müsəlmanlar, burada yaşayan cəmaat müsəlman deyil, ancaq ibadət əhlidir. Özümüz möminlər yoxdur, müsəlmanlar. O birisi cəmaat, bu yavını, bu açıq aydın təkfirdir. Bir də var ki, gedir, burada biraz bəziyir, orada biraz bəziyir, burada biraz siyasət işlədir, burada biraz örtür, amma içində odur, hədəf odur. Əlxan Musayev də budur. Biz indiki halda buna etiqad edirik. Əlxan Musayev açıq, yox, dünə əsəri verib dərsi. Diyarı müsəlman görmür bəlkə. Bax, qardaşım, Əhsən, Əlxan Musayev, bunların hamısı var, təkrar etdiyi şeylər. Hamısı oturur,
yerinə. O halda ki, diyar müsəlman diyarı deyil deyəndən sonra. Oturdu. Bax, misal üçün, diyar müsəlman diyarı deyil. Deməli, sən kafirlərin arasında yaşayırsan. Kafirlərin arasında yaşayırsansa, bax, o yaxşı sualdır. Kafirlərin arasında yaşayıram. Yox. 1, 2, 3 idi axı. 1, 2, 3. Üçüncü tanımadığım insanlardır. 1, tanıyıram müsəlmandır. Kafir diyarındayım ha. Müsəlmandır, müsəlman müamiləsi aparacam. Yox. Tanıyıram kafirdir. Şəxsən. Kafir müamiləsi aparacam. O tanımadığım insanlar var. Hamısı kafir. Hamısı kafirdir. Çünki diyar küfür diyarıdır. Küfür diyarı müsəlman, İslam diyarı olmadığı üçün, kafirlərin diyarı olduğu üçün sən tanımadığın adamlarla şəriət sənə deyir ki, kafir müamiləsi apar. O vaxta qədər ki, sənə bəyan olsun İslamı. Elxan Musayev bu tətbiqi bizdən eləyib, bizim ölkəyindən, deyəndən sonraki Azərbaycan diyarıdır. Bu da tənaquddur, ziddiyyatdır. Ona görə biz deyirik ki, sən gəlib bu sözü deməyəsən. Bizim diyar, birinin sözünə baxın, onun sözü də ha. Bax, dəfələrlə qeyd etmişik ki, özü də dəfələrlə deyib ha. Azərbaycan əhalisinin çoxluğu müsəlman olduğuna görə müsəlman diyarı sayılır. Qardaşı, bu söz Elxanın sözüdür. Müsəlman diyarı sayılandan sonra oynadığı oyuna bax. Oynadığı oyuna bax. Cənazəni soruşur. Təqsimatlara bax. Soruşmaq, sən nə danışırsan? Nəyə soruşursan sən? Yəni, tanımadığın insanların halını soruşmağı deyir. Tanımadığın insanların halını soruşmağı deyir, şübhələnərəm, dəli gətirir, yerində otuzdurmur, düzgün qeyd eləmir, sonra evlənməyə misal çəkir, baş alladır. Bu evlənməyə misal çəkməyə, baxın, deyir, vicdanla deyirəm sənə. Orada elə deyir dərsində, vicdanla soruşuram səndən. Qapıva elçi gəlsə qız vermək. Sən deyə soruşmaz. Sən soruşaram. Soruşarsan, bax, bu soruşmağı o soruşmağa aid eləyir. Halbuki alimlərə sual versən, burada sənə deyəcək soruş. Orada sənə deməyəcək soruş. Orada qaytaracaq əslinlər. Niyə? Çünki bu qız vermək ayrı söhbətdir. Ət almaq ayrı söhbətdir. Məlum məsələdir. Başa sala bildin? Ticarətdir, misal üçün. Burada soruş. Səfərə çıxmaq istəyirəm. Misal üçün, birindən soruşuram ki, qardaş, necə qardaş falan, kəsdən səfərə çıxmaq istəyirəm. Soruş da. Alimə sual verirsən ki, şeyx, bir insanla ticarət qurmaq istəyirəm. Onun araşdırmaq olar. O deyəcək, araşdırmaq olar. Yox, araşdırmaq daha yaxşıdır. Sonra xəsarətə düşməyəsən. Bir dənə sual verir həmin alimə. Şeyx, müsəlman ölkəsində yaşayıram. Restoranda oturmuşam. Soruşum yoxsa yox? O deyəcək, soruş. Deməli, ayrı-ayrı şeylərdir də bu. Amma Elxan Musayev orada soruşmaq var deyə, bunu gizlədib bunun altında. Biz deyirik, xülasə, hər dəfə deyirəm, çox danışmayayım, çox danışıram. Elxan Musayevin bu mənhəci batildir, səhvdir. Qayıtsın ondan. Biz deyirik ki, bu yoldan qardaşım qayıt, tövbə elə. Sənin bu sözündən bu şeylər düz gəlmir. Başqa cür olsaydı, gəlirdi düz. Amma burada düz gəlmir. Bunu deyəndən sonra bu təqrirlərin yersizdir, mənasızdır. Əhlüsünnə alimlərindən, imamlarından bunu görməmişik biz. Aydındır. Qayıtsın, biz heç nə istəmirik ki, mən sənə qardaş demirəm, get nə elə. Özün bilərsən. İstəyən qayıt, istəyən yox. Biz istəyirik ki, sən qayıdasan, cəmaatımız yazıqdır, düzgün təbliğ eləyəsən. Ən azından adamlar izləyirlər, elə bilirlər ki, bu da haqq. Vallahi, bunu əsasən cavab veririk biz. Kiməsə görə vermirik. Misal üçün, o hərdən deyirlər, mənə fərqi yoxdur, kimsə cavab verdi, kimsə yox. Özü bilər. Mən istəmirəm cəmaatımıza bu cürlə şeylər təbliğ olunsun. İstəmirəm bunu. Mən istəyirəm ki, düzgün təbliğ olunsun. Düzgün təbliğ olunsun, heç vaxtı biz danışmayacaq. Nə qədər ki, sabah da çıxıb bir məsələni düzgün təbliğ etməyəcək, bu boyda böyük, təhlükəli. Danışacağıq biz. Fərqi yoxdur. Bəs filan qardaşlar niyə danışmır? Özü bilər. Mən danışıram, qardaş, səhvdir deyə. Üzdədir deyə. Cəmaat yazıqdır, yəni. O elə bilir ki, haqdır. O, Elxan Musayevin danışdığı haqdır. Bəziyib söhbət eləyir, amma əslində o deyil, yəni. Aydındır. O videonda silməyi daha yaxşıdır. Qalmasın üzdə. Çünki gülməlidir həqiqətən. Yaxşı zəndə olur, o dili bilmir. Allah kömək olsun. Bilmirsə, ya danışmamalıdır, insan bilmədiyi şey danışar, ya da öyrənib danışmalıdır. Öyrən, danış, əlhamdülillah. Biz də çox şey bilmirik də. Nə bilirik, heç nə. Amma danışdığımız şeyləri öyrənib danışırıq.
danışırıqsa deməli öyrənmişik, danışırıq. Bilmirsə, yaxşı zənn edir, bilmir, danışma. Danışma qardaşım. Hə? Bu qədər. Allah subhanahu və teala hamımızı islah eləsin. Və sallallahu və səlləmə və barak alə abdihi və rasulihi Muhammed.